Hamıya salam mənim əzizlərim. Bu dəfə sizi evdən qab yuduğum yerdən salamlayıram. Bugün heç yerə getməyəcəyimizə görə sizinlə bir günlük ev günümü paylaşacağım. Neçə gündür mən evdəyəm, siz isə məndən yeni vlog istəyirsiniz. Mən də dedim ki, niyə də bir günümü sizin üçün vloglamayım. Bir neçə gündür vlog çəkmədiyim, sizi düşünmədiyim anlamına gəlmir. Evdə olduğum müddətdə fikirləşdim ki, bəlkə məni sevərək izləyən, xoş sözlər yazan, mənə abunə olan və bütün videolarıma like eləyən izləyicilərim üçün kiçik bir hədiyyəli yarışma keçirim. Yarışmamız yalnız aktiv izləyicilərə aiddir. Şərtləri isə çox sadədir. Kanalımda hər 100 abunə tamamlandıqda ümumi şərh bölməsindən mənə abunə olan, videolarımı like eləyən və hər dəfə fikirlərini bölüşən bir aktiv izləyicini seçəcəm və ona məni hardan izləməsindən asılı olmayaraq kiçik bir hədiyyə göndərəcəm. Hal-hazırda kanalımda 185 abunəçi var. 200 abunə tamamlandıqda qalibi seçəcəm. Ona görə elə indidən gecikmədən mənə abunə olub videomu like eləyin. Mən sizə bunları göstərmək istəyirəm. Bugün ayın 10-udur. 5 gündür bunlar alınıb. Özləri belə biraz solmuş olsalar da, amma gül tərəvətlərini hələ də saxlayıblar. Çox qəşəng qoxuları gəlir. Və bir də mən fikirləşirəm ki, saxlamaqdan çox şey asılıdır. Biz hər gün bunun suyunu dəyişirik, bunları soyuq suya qoyuruq və bir də mamam biraz xlor əlavə eləyir suya. Onda deyirlər gül daha uzun müddət qalır. Bəs siz gülləri uzun müddət saxlamaq üçün hansı üsullardan istifadə edirsiniz? Əgər bildiyiniz işə yarayan başqa üsullar varsa, zəhmət olmasa yazarsınız. Birinci sizə onu demək istəyirəm ki, bu motorların səsinə fikir verməyin. Yay mövsümündə hər kəs ot biçir. Sonra da sizə bunu göstərmək istəyirəm. Sıra gün biz parka getmişdik. Orada bilmirəm, mən hara toxunmuşam, neyləmişəm. Üst geyimimə belə qara ləkələr düşür. Bu nə kraska deyil, nə mazot deyil. Bilmirəm, bu nə ləkəsidir. Qoydum, islatdım ki, bəlkə çıxar. İndi yuyub yoxlayacağım, görüm çıxır, yoxsa yox. Əslində çıxan ləkəyə oxşuyur. Amma belə elədikcə yayılır. Bilmirəm, mən hara toxunmuşam, bunlar mənim qoluma, paltarın qabağına hardan tökülüb. Baxın, yudum, ləkələr çıxdı. Bir dənə burada biraz qaldı. O nə qədər elədim, çıxmadı. Yəni, daha şiddətli idi. Nisbətən yumuşaldı. Qollarında falan heç yerində qalmadı. Bütün ləkələr çıxdı. Belə. Mamaya çay gətirdim həyətə. Mama həyətdə çörək bişirir. Bəh. Ən sevdiyim şeydir təzə çörək qoxusu. İştahı olmayan adamın da iştahı açılır. Uşaq vaxtı həmişə bu lavaşların ortasını qırıb belə çipsi kimi yeyirdik. Bütün lavaşların ortasını belə zay eləyirdik. Sonra böyüdük və başa düşdük ki, bunu eləmək olmaz. Bu ləzgilərin ən çox sevdiyi, hər çörək bişirəndə demək olar ki, bişirdiyi yağlı çörəkdir. Buna biz tərəflərdə yağlı çörək deyilir, amma bəzi bölgələrdə fəsəli, sonra fətir də deyilir. Biz bunu çox bəyənirik. Ona görə mamam hər dəfə çörək bişirəndə bundan da hazırlayır. Bunun içindəki əsl nəhrə yağının yağ çöküntüsüdür. Torta adlanır. Amma bəzi insanlar bunu yağdan da hazırlayır. O, bunun qədər ləzzətli olmur. Mama yağlı çörəyi atdı bişməyə. İndi qızarandan sonra sizə son görüntüsünü də göstərəcəm. Artıq demək olar ki, hazırdır. Soyuduqdan sonra xırçıltılı olur.
İsti olduğuna görə indi yumuşaqdır. Qəşəng duş aldım, gəldim. İndi hazırlaşırıq nənəmgilə getməyə. Görüm vlogumu orada davam elətdirə biləcəmmi? Görürsüz mənim üzüm necə səpib. Bəli, mənim dərim çox səpkiyə meyilli dəridir. Hədsiz, yəni onun üçün bir bəhanə olsun ki, hər yerim səpsin. Mən bunun üçün hər şey eləyirəm. Sadəcə olaraq mən biraz şirin yeyən kimi, ən əsas da acı biber yeyən kimi mənim üzüm baxın belə səpir. Əslində əvvəl bunu çox kompleks eləyirdim, amma indi eləmirəm. Çünki mən indi özümü olduğum kimi sevməyə başlamışam. Yəni bilmirəm, bəlkə də yaşım çoxalıb deyə, yaşım çoxalıb, yəni qocalmışam. Yəni 21 yaşım var, çoxdur mənim yaşım. Yəni bəlkə bilmirəm onunla əlaqəlidir, amma əvvəl daha mükəmməl olmağa çalışırdım. Həmişə daha mükəmməl görünməyə çalışırdım. İndi isə özümü olduğu kimi sevirəm. Yəni istər mənim qaşım qalın olsun, istər mənim üzüm səpkili olsun, burnum əyri olsun. Neysə, bunları boş verəyim. Keçək saçımı qurutmağa. Qurutmaq demişkən bir dənə fen görmüşəm. Aləmdir də. Dysona oxşardı, amma Dyson deyil. Təbii ki, Aska gedib o qədər pul verməz də hər hansısa bir markaya. Yəni bəlkə də verərəm, bilirsiniz, milyonlarım olsa verərəm yəni, amma mənim üçün bu dəqiqə vacib deyil ki, mən gedim sırf bu Dyson'dır deyə buna 2000 verim və yaxud 1000 neçəsə manat verim. Yəni bunun funksiyasını 50% də olsa yerinə yetirə bilən bir alternativ varsa, yəni mən onu seçərəm, həmişə onu seçirəm. Mənim gördüyüm filmdə elə də ucuz deyil, 170 manatdır, hətta 230'a olanları da var. O gücünə görədir də, yəni gücü, sürəti, nəysə, motoru, nəysə ona görə. Onu istəyirəm, amma hazırki maddi durumuma görə onu almaq heç uyğun deyil. Amma mən bu vlogda söz verirəm. O filmi çox qısa demirəm, amma qısa zamanda özümə alacağım inşallah. Allah mənə çoxlu gəlir gətirsin, çoxlu iş gətirsin. Dünən vlogu davam elətdirməyə imkan olmadığı üçün heç nə çəkmədim. Nənəmgildən də gəlib yatdım. Axşam dayım uşaqları bizdə qaldığı üçün mən onların yanında dayandım. Mamamla, dayımın yoldaşı isə bazarlığa getdi. Əslində mən də istəyirdim gedim, sizin üçün maraqlı kadrlar çəkim, amma uşaqlar tək qalmasın deyə məcbur gedə bilmədim. Mamaya dedim ki, maksimum maraqlı şeylər al. Aldığı maksimum maraqlı şeyləri də görürsüz. Mənim dayımın uşaqları çox kaprizlidirlər, hər yeməyi yemirlər, amma kebabı xoşlayırlar. Bibiləri də buna görə onlara kebab söz vermişdi. Elə bazarlığa getməyin əsas səbəbi də kebab üçün lazım olan məhsulları almaq idi. Burada isə təmizlik vasitələri, sabun, təmizlik dəsmalları, 3 dənə sabun alıb. Belə, obşi bunlara 140 manat verib, ədivini də sizin üçün çəkirəm. Kim birinci vloga baxsa, ədivini də vurar. Mama uşaqlara söz verdiyinə görə başlayıb kebabı bişirməyə. Bizə həmişə kebabı atam çəkir. Atam yəni dünyanın ən ləzzətli kebab çəkəni ola bilər. O olmadığına görə indi bu işi mama öz üstünə götürüb mama çəkir. Mən isə sizinlə sağollaşıram. Vlogum qısa olsa da ümid edirəm bəyənərsiniz. Sağ olun.